Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bugünkü dərsimizdə Nizami Gəncəvinin Sirlər Xəzinəsindən orta məktəbdə keçilən 3 mənzum hekayəsinə toxunacaq. Hekayələrin ikisi sadədir, primitivdir, yadda saxlamaqda, onlarla bağlı tərtib olunmuş testlərə cavab verməkdə asandır. Yaralı bir uşağın dastanı və Kərpic kəsən kişinin dastanını mənimsəmək asandır. Kərpic kəsən kişinin dastanı ilə bağlı bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mənim fikrimcə bu əsərin təhlili orta məktəb dərsliklərində düzgün verilməyib. Burada gəncin zəhmətə, əməyə xor baxdığı söylənilir, amma mən bilən məsələ belə deyil. Mən bilən dedikdə ümumiyyətlə əsər belə deyil. Çünki gənc orada əməyə xor baxmır. Gənc sadəcə qoca bir kişinin ağır zəhmətlə çörək qazanmasına fərqli baxır. Yəni o belə düşünür ki, qocalar bu qədər əziyyət çəkməməlidir və cəmiyyət qocalara qayğı ilə yanaşa bilər. Qocaları bir loğma çörəkdən çörəyə möhtac qoymaz. Burada məsələ Nizaminin demək istədiyi başqa bir şeydir. İnsan qoca olsa da kimsəyə əl açmamalıdır. Yəni qocanın verdiyi cavabdan belə çıxmır ki, o gənci zəhmətə xor baxmaqda ittiham edir. O sadəcə olaraq gənci insanın qoca olub, belə deyək, öz zəhməti ilə dolanmamağı qəbul eləməsinə etiraz edir ki, yəni sən necə düşünə bilirsən ki, mən qocalmışamsa kiməsə əl aça bilərəm. Sadəcə olaraq Nizami burada qürurlu bir qoca obrazı yaratmışdır ki, o nə qədər qocalmış olsa da əlinin zəhməti ilə dolanmağı, heç kəsə möhtac olmamağı hər şeydən üstün tutur. Burada gənci sadəcə olaraq bir qədər düşüncəsizlikdə ittiham eləmək olar. Amma gənc əslində humanist yanaşmışdır və bugünkü cəmiyyətimizdə də belədir. Biz qocalara təqaüd veririk, qocalar dövlət təqaüd verir və qocalar o yaşda ağır əməklə məşğul olmurlar. Amma bu bizim bu qürurlu qocamız, Şam şəhərindəki bu qürurlu qoca belə düşünür ki, insan nə qədər qocalmış olsa da kimsəyə əl açmamalıdır. Və bu da belə deyək ki, qoca bir şəxs tərəfindən düşündükdə çox möhtəşəm bir hissdir, çox gözəl bir hissdir, amma biz gənclər tərəfindən, biz gənclər dedikdə mən özümü demirəm, yəni gənclərin də bu cür düşünməsi ki, qocalar belə ağır zəhmətlə məşğul olmamalıdır, onlar da hardasa haqlıdırlar və cəmiyyət qocalarına sahib çıxmalıdır. Gəldik yaralı bir uşağın dastanı. Burada insanın ağıllı olması, hətta insanın uşaqkən ağıllı olmalı olması vurğulanır. Çünki bu yaralı uşağın dost dediyi adamlar uşağın ayağının sındığını gördükdə onu nə etmək lazım olduğunu, düzgün çıxış yolu tapmırlar. Hətta üstünə biraz da qoymuş olurlar. Belə fikirləşirlər ki, elə biz bu uşağı ataq, gedək, tələf eləyək, yoxsa biz onun atasının, valideynlərinin üzünə necə baxaq. Və burada bu uşaqla, burada da ifadənin düşmən ifadəsi, mən fars dilində bilmirəm nə dərəcədə Nizami düşmən kimi düşünüb. İki uşaq arasında düşmən ifadəsini işlətmək qüsuru olardı. Yəqin ki, Nizami bu şərtdəki, yəni küsülü olan, bir-birinin xətrinə dəymiş olan, o anda bir-biriyle danışmayan uşaqlardan biri, bu yaralı uşaqla küsülü olan deyək ki, uşaq düşünür ki, əgər bu uşağın başına bir şey gəlsə, məndən şübhələnirlər. Ağıllılıq cövhəri var idi. Bu uşaqda Nizami də bizə ağıllı olmağı tövsiyə edir. Sirlər Xəzinəsinə daxil olan mənzum hekayələrdən biri ki var, Sultan Səncər və Qarı. Bəli, bu mənzum hekayə çətindir. Çətinliyin səbəbi odur ki, biz hadisələri çox rahat bilirik. Bir qarını, bir kefli darığa qatil evində gizlətməkdə ittiham eləmiş, döymüş, söymüş, onu təhqir eləmiş və qarı da Sultan Səncəri tutmuş, yolda ona rastlaşmış və ona şikayət eləmişdir. Bu süjet xətti çox bəsitdir, amma bu mənzum hekayə ilə bağlı çox çətin suallar tərtib etmək mümkündür və bu sualları cavablandırmaq da həqiqətən çətin olur. Ona görə qarının Sultan Səncəri nədə ittiham elədiyi, nələri dilinə gətirdiyini diqqətlə baxaq. Ona görə mən sizə başqa dərslərimizdə də tövsiyə eləmişdim. Qeyd götürmək lazımdır. Qeyd götürmək göz yaddaşını, əl yaddaşını, hər şeyi sanki beyin təfəkkürümüzü inkişaf elətdirir, yadda saxlamanı asanlaşdırır. Başlayaq. Demək, qarı özü söylüyor ki, darğa keflidir. Hətta deyir ki,
bu vəziyyətin yaranmasında səbəb onun sərxoşluğudur. O darğa qarını söymüş və döymüş olur. Bu qarının dilindən deyilir. Və deyir ki, qatili darğa mənim evimdə axtarmışdı. Bunu da qarı deyir. Sonra qarı deyir ki, bu vəziyyətdə mənim ismətim, şahın da ədaləti ayaqlar altına salınmış olur. Sonra qiyamət günü ilə Sultan Səncəri hədələyir ki, sən qiyamətdə cavab verməli olacaqsan. Sonra şahı ədalətsiz, mərhəmətsiz, zalım adlandırır. Bunların hamısı testlərdə test tərtibçiləri tərəfindən istifadə olunur ki, qarı belə dedi, belə demədi və onların içində olmayanları əlavə edəndə çox çətin olur. Diqqətlə yadda saxlayırıq. Qiyamət günü ilə hədələyir. Şahı ədalətsiz, mərhəmətsiz, zalım adlandırır. Yetimlərin malını. Çox qəribədir. Artıq qarı elə bir ümumən cəmiyyətin müdafiəçisinə çevrilir. Ölkədəki vəziyyəti acınacaqlı olduğunu dilə gətirir. Artıq özünün döyülməsi, darğanın keyfli olması, bunun şahdan qaynaqlandığını, bunları bir kənara qoyub, artıq cəmiyyətdəki problemlərə keçir. Məsələn, diqqət eləməsəniz bu adamın ağlına gəlməz. Ki, deyir ki, sən yetimlərin malını, qarıların var dövlətini çatdırırsan, oğurladırsan, əllərindən alırsan. Sən deyir, qul, azğın dirisən. Elədir, sən ölkədə yas yaradırsan. Məsələn, yas yaratmaq ifadəsi ilk baxışda adamın ağlına gəlməz. Amma qarı şahı ittiham edir ki, ölkəni yasa çevrilmişsə. Sonra şahın necə olmasını söylüyor. Şaha qarşı tövsiyəsini verir. Deyir ki, ölkəni abad, rəiyyəti şad etməlisən. Sonra yenə başlayır ittihamlar. Deyirsən, türk deyilsən. Türklər dövlətini belə idarə eləməyib. Türklərin dövləti qüdrətli abad olub. Sən türk deyirsən, sən bir hindu quldursan deyir. Türk olmağın yalandır. Sonra əkinçinin xırmanının dənsiz qaldığını söylüyor. Məsələn, biz əsər diqqətlə oxumasaq, bu faktları yadımızda saxlamasaq, heç cür bağlaya bilmərik ki, burada nə əlaqə var ki? Yəni, süjet xəttini gözümüzün qabağına gətirir, hadisəni gözümüzün qabağına gətirir ki, ağlımıza gəlməz ki, qarı desin ki, əkinçinin xırmanı dənsiz qalır. Amma söylüyor. Sonra qarıların, gəmlilərin naləsi ilə qarıqşı ilə hədələyir. Ki, bu nalə qarğış səni tutacaq. Sonra deyir, sən haraya yetişməli, yaraya məlhəm olmalısan. Deməli, həm bir dəfə tövsiyə edir ki, ölkəni abad, rəiyyəti şad etməlisən. Sonra deyir ki, bəs yaraya məlhəm qoymalı, deməli, haraya yetişməli, yaraya məlhəm qoymalısın. Sonra rəiyyətin diləyinə, məzlumların ürəyinə qulaq asmalı olduğunu söyləyir. Və sonda bir məsələni vurğulamaq istəyirəm. Nizami qəlbini qana döndüyünü söyləyir. Qana dönmüş qəlbimə deyir, qan doldurma. Özünə xitabən deyir. Deməli, Nizami cəmiyyətdəki o ağrıları, acıları görən, yaşayan biri olur. Burada bir məsələni xatırlatmaq istəyirəm. Bu əsəri Sultan Səncər və Qarı Mənzum hekayəsini dərsliyə salanlar niyə cəmi 2 misranı ixtisar ediblər, mən bilmirəm. O 2 misrada deyilir ki, əvvəlcə qarı onu qiyamət günündə bu elədiklərinə görə haqq hesab verəcəyini deyir. O 2 misrada söylənilir ki, Sultan Səncər Xorasanda türklər demiş husumetə uğradı, yəni məğlubiyyətə uğradı. Orada öz deyir əməllərinin cəzasını alınmış oldu. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundursa mənə nə mutlu.